It's my life. Salam. Bugün temi bağlamalarımı açırıq. Uzun müddətdir gözləyirəm. Çox gecikdilər. İnanın bütün nəsil bu sifarişləri gözləyir. Çünki çox adamın burada, tək mənim deyil, ailə üzvlərimin də burada sifarişləri var. Ona görə hamımız səbirsizliklə gözləyirdik. Çox gözləməyək, başlayaq. Birinci bu bağlamadan başlayaq. Yes, we do. We got spirit. How about you? What? Wow. Bacım oğlu üçün olan krasovkalardır. Hansı ki, basketbol. Mənim oğlum da, bacım oğlu da basketbola gedirlər. Onlar üçün eyni krasovkadan sifariş verdik. Fərqli ölçülərdə. Bu böyük olandı. Ölçüsünü deyəcəm indi. Çıxarda bilmədim. Aha. Bu burada yazılır. Ölçü yazılmıyor. Yəqin ki 37-38 olar. 37. Bilmirəm. Tapa bilmədim ölçünü, yazmıyorlar. Dəqiqə. Bu 40'dır. Yüngüldür, rahat bir şeye oxşuyur, amma altı sürüşəcəkmiş kimidir. Bunun altını mən rezin kimi olmağını gözləyirdim. Çünki elə görünmüşdü şəkildə gözümə, amma Dikkat et, sen çok rezin hayalperestsin. deyil. Baxın yaxından. 9 vurmuşdunuz, bilmirəm mən. Yadımda deyil mənim də. Bax, deməli bunu necə açıb bağlayırdıq. Dartırsan, boşalır. Açıb boşalda bilirsən də. Bağladın, bastın, bağlanır. İşte ondan sonra fırlat. Bəlkə ipləri. Çok güzel. Al bir tane bastırdım öyle görün. Tutar. Geçedi biraz. Yaxşıdır. Biraz boş var. Eğer boş olsa yaxşıdır. Var. Hop. Yani top elə. Aha, bu şalvardır. Sport sadə şalvardır borcumda. Bu da mənim bacım qızı üçündür. Baxın. Belə material çox qəşəngdir. Çox gözəl material var, amma nazikdir. Bu qışlıq bir şalvar deyil. Nazikdir. Amma keyfiyyət olaraq yaxşıdır. Bunu geyindirib ona eynində göstərəcəm sizə. Yumuşaqdır. Ölçü S olmalıdır. Ben senin şalvarım. Ayarladım yapma. Yıkadır yaxşıdır da. Ölçü də yaxşıdır. Sen eski. Elini istemiyorum. Daha sonra bu nədir? İşıq. Özüm üçün istifadə eləməyə mini işıq sifariş vermişdim. Baxaq, görək necədir. Belə bir Type-C USB şunu. Bu yəqin ki fotoaparata bağlamaq üçün olar. Şimdi fotoaparat olmasa da bunun görürsən telefona taxmağa yeri var. Var burada. Burada yoxdur. Bunu telefona necə taxacağım? Bu da belə, onu bura taxdım. Bu fotoaparat üçün. Amma telefona taxılacaq yeri yoxdur. Təəssüf. Bilmirəm telefona necə taxacağım bu ışığı. Yandıraq. Baxaq. Yaxşıymış. İşığı yaxşıdır. Gözüm çıxdı. Rənglərə baxaq. Baxın. Rəngləri də var.
Əla. Bəyəndim. İşıq olaraq yaxşıdır, amma bunu necə istifadə edəcəm, hara taxacam bilmirəm. Buradan şunları taxmaq üçün, zaryadka üçün yeri var. Bura taxılır. Knopkaları da burada. Bu USB taxmaq üçün yeri. Belə. Buradan yandı. Bu da belə müxtəlif rənglərə dəyişirik. İşıq olaraq əladır, amma mən deyəsən bunu belə deyə bilmədim. Bilmədim adı nədir. Belə telefona taxmaq üçün belə bir şey olmalıdır. Mən onu tək olaraq görmüşdüm Temuda. Amma düşünürdüm ki, bunun içində də gələr. Bir yerdə gəlmədi. Tək göndəriblər. Bu bilirəm nədir? Lasen kimi idman idman laseni. Mən bunları çox qalın gözləyirdim. Qalın və möhkəm gözləyirdim, amma çox yumuşaq və dartınmır. Mən bunları belə gözləmirdim. Mən bunları bu parça kimidir bildiyiniz. Mən lasen kimi gözləyirdim. Amma bildiyiniz bu parçadır. Bu görüntü üçün üzrlü sayın. Amma bu mənim gözlədiyim kimi lasen kimi gəlmədi. Bu sadəcə bir parçadır. Keyfiyyətlidirmi? Keyfiyyətlidir, amma gözləntilərimi doğrultmadı. Parça. Bildiyin parça. Sevmədim. Siz belə parça kimi istəyirsinizsə, əlbəttə ki, sifariş verə bilərsiniz. Amma mənim kimi lasen istəyənlər bunu sifariş verməsin. Mənim kupalnikim. Yay gəlməmiş kupalnik sifariş vermişəm. Amma çox xoşuma gəlmişdi. Hətta mən bunu Pinterestdə qızların əynində şort kimi görmüşəm. Yayda bildiyin şort kimi geyinirlər bunu. Amma təbii ki, mən bunu dənizdə geyinəcəm. Mən bunu şəhərə çıxıb geyinə bilmərəm. M razmer götürdüm. Bilmirəm, yəqin ki, olar. Biraz beli boş görsənir. Biraz yox, beli çox boş görsənir və rezini də mənə elə gəlir zəifdir. Çünki bunun özü ağırdır. Ağırlığı var və rezini ağırlığına görə zəifdir. Buna belə qəşəng görsənir. Bu şortu, bu da üstü. Məndəyi gözümə. Bu nə enliyindədir? Üstümdə göstərməyim indi. Okey, keyfiyyət olaraq yaxşıdır. Amma məncə mən bunu S sifariş verməliydim. Öz ölçülərimi deyim. Mənim boyum 1.54, çəkim də 50-51 olaraq dəyişir. Mənə görə bu S olsaydı daha yaxşı olardı. Mənim ölçülərimə uyğun olaraq özünüz üçün təyin edə bilərsiniz. Şəklini burada bir yerinə yerləşdirəcəm. Yəni görəsiniz ki, əyində necə qalır. Nəsə var. Bu nədir? Bu nədir? Bilmirəm. Baxaq görək nədir. Burada qalmadı başqa. Bir dənə budur. Bu nədir? Heç bir fikrim yoxdur. Bu yəqin ki, mənim yox, bacımın uşaqlarının sifarişi olar. Bu nədir belə? Daraq. Bu bacım oğlunun sifarişidir. Skelet dizaynlı belə bir metal daraqdır. Bu necə açılır? Çox maraqlıdır, amma çox balacadır. Şəkildə böyük görsənirdi. Skelet dizaynlı belə bir daraqdır. Bağlanır. Bağlanmasına bağlaya bilmədim. Bilmirəm, yəqin ki, belədir. Basıram. Digər balaca paketə. Ən son böyüyü açacağım. Sizi biraz həsrətdə saxlayayım. Bu bilirsiniz nədir? Telefon əldə nəsə edəndə çəkiliş etmək üçün, burada nəsə paket açılışı falan, bunları çəkmək üçün
Telefon tutacağı boyunluq. Onu səbirsizliklə gözləyirdim. Deməli, bu belədir boyuna keç. Bu yəqin ki, belə boyuna keçirmək üçün incitməsin deyə. Belə. Belə boyuna keçirdim. Belə telefonu da bura keçirib belə qoyursan çəkiliş eləmək üçün. Yəqin ki, bunu tənzimləmək olar. Buradan belə şey var, tənzimləmək üçün aşağı yuxarı yəqin belə görmüşdüm videosunda. Çox bəhdir. Bax. Əla. Bundan sonra paket açılışlarını belə içinə çəkirəm. Neyse, o indidən sındırmasam yaxşıdır. Bunlar nə işə yarayır bilmirəm. Yəqin ki, zapas bir şeylərdir. Bu nədir? Nədir bu? Bu nədir? Belə gülməli bir şey var burada. Meymun. Stres atmaq üçün olan bir meymundur. Hansı ki, atırsan belə part yapışır yerə. Belə bir meymundur. Özü şişəcək. Ya bu ne? Gözünə qaldı. Onu diyor da antistresdir bu, antistres. Sonra nə var? Əlcək. Bu da bacım oğlunundur. Onun sifarişidir. Belə bir velosiped əlcəyidir. Bu mənə böyüdür. Amma necə olacaq? Tənzimləmək üçün yeri var. Amma yenə də böyüdü. Bu nə boydadır? Baxın, belə bir əlcəkdir. Balaca barmağım görsənmir heç. Keyfiyyət olaraq yaxşıdır, amma ölçü böyük. Böyük olanlar üçün yaxşı olar. İstifadə edə bilərlər. Keyfiyyət olaraq yaxşı görsənir. Bu nədir? Bijuteriya. Bu da mənim bacımın bijuteriyası. Dördlü setidir. Set şəklindədir belə. Biri rəngli, rəngbərəng uzundur, biriləri də sadədir. Sadə deyəndə biri çox sadədir, ikisi klonludur səhv eləmirəmsə. Baxaq. İndi açıb göstərəcəm. Qəşəngdir əslində. Keyfiyyətli də görünür. Keyfiyyəti də qəşəngdir. Uzundur sadəcə bu. Bu belə. Üçünə baxaq. Bunlar ayrı-ayrı paketlərdir. Məsələn, buna baxaq. Baxın. Yəni, yaxşıdır. Qaralan kimi görsənmir. Belə bir klonu var. Bu daha qısadır. Bu daha qəşəngdir. Düzdür, o da qəşəngdir, bu da qəşəngdir. Digəri bu da belə. Ay Allah. Belə sadə. Bunun da belə qəşəng klonu var. Sepi biraz kobuddur, amma klon məncə buna yaraşmır. Daha incə sepə yaraşardı, amma yenə də qəşəngdir. Görünüş olaraq yaxşıdırlar. Keyfiyyət olaraq orta deyərdim. Nə var burada? Daha bir əlcək. Bu da bacım oğlunun sifarişidir. Bu da səhv eləmirəmsə turnikdən sallanmaq üçün olan əlcəkdir. Ya da nəsə qaldırmaq üçün. Qançel qaldırmaq üçündür. Ya nə üçündürsə bilmirəm. Axır idman. Bu necə bir şeydir? Belə bir əlcək. Əlinin içinin qorunması üçün hazırlanıb. İçindən hiss olunur. Burasına materialını. Belə barmaqları keçirdirsən. Buradan da tənzimləmək olur. Bilək hissənin taramlığını tənzimləmək olur. Amma burası boşdur. Misal üçün mənə. Keyfiyyət olaraq əladır. Kiminsə ehtiyacı varsa
Əgər stokda bitmirsə, linkini mütləq yerləşdirəcəm. Nəsə var. Belə çox dəxilsiz pulu havaya verdiyimiz bir məhsuldur bu. Hansısa oyunun bıçağıdır. Sadəcə belə. Belə bir şeydir. Belə edirsən, açırsan, tezdən bağlayırsan belə. Görmüşdün videosunu. Videosu var idi. Ona görə bil. Elədim. Ne yaxşı? Yaxşı, əlim tez götürdü bunu. Belə dəxilsiz bir şeydir. Bu hansı oyunundur, hansı multikindir bilmirəm, amma belə bir bıçaq. Oyuncaq bıçaq. Belə edirsən, belə olur. Pulunuz çox olanda ala bilərsiniz. Sədin ha. Necədir, bəyəndin? Valla Yusuf, o nədir? Əlindəki nədir? Bu ne üçündür? İttis basket vesvet üçün. Sürmək. Oldu ərvə? Biraz böyüdü. Biraz böyük. Bıçaq? Hansı oyunun bıçağı böyle? Bu sana popüler bir şey de. Popüler sana. Oh my god. Yaxşıdır. Yani olmaz bu uşaq üçün deyil. Ben de işledim de dorak kimi. İşte o da özümə... Gələn səfər Alişkəyə Hə. Uşaqlar, orada linkləri yerləşdirəcəm. Bu məhsullardan sifariş verin ki, mən də bu uşağa bunlardan sifariş verim. Məsələ. Bu kimin? Benim. Neyin dostunun? Seriyalar. Seriyalar. Bayaq atıb göstərim tamam. Yəni. Girmişəm mən paketin içinə. Ala. Geyin baxaq görək necədir. Ne gözəldir. Mübarəkdir. Yaxşıdır. Çox böyük deyil. Yaxşıdır. Baxın, yaxşı oldu. Qaldır şalvarını da. Benimki de bu. Hə. Geyinərsən idim ona. Video çox uzun olduğu üçün böyük bağlamanın açılışını növbəti videoya saxlayıram. Kanala abunə olmağı, məni izləməyi unutmayın. Hələlik. It's my life.